Allah nəyisə də haram eləyirsə bizə, qadağa qoyursa, nəyisə vacib eləyirsə bizə görədir, Allaha görə deyil. Allahda bir şey azalmır, bütün günü mən gedim haram yiyim. Heç nə, əgər Allah deyibsə burada belə elə, sənə görədir. Deyir, bir dənə Bismillah ilə nə olacaq ki? Bir dənə kəlmə ilə nə dəyişər? Bir dənə kəlmə ilə adamın həyat yoldaşı adama halal olur. Bir dənə kəlmə ilə adam müsəlman olur. Bir dənə bu ilahi tərəfi. Bir dənə kəlmə ilə adam mülkünü bağışlayır. Notariusda gəlirsən, qol çəkirsən, mən verdim. Məhkəmədə bir dənə kəlmə ilə taleyin həll olunur. Necə yəni bir dənə kəlmə ilə nə olur? Bir dənə kəlmə ilə çox şey olur. Elə İmam Hüseynə də dedilər, neynə? Bir kəlmədir də, bir kəlmə denən beyyət eləyirəm Yezidə, dayanışla. Bir kəlmə deyəcəksən ki, mən sənə səs verirəm, mən sənə beyyət eləyirəm, qutardı, getdi, sonra səninlə nə işimiz var, get, neynirsən elə. Bunu deyirdilər İmam Hüseyin əleyhissalama, amma hər şey o bir kəlmənin arxasında dayanır.